Gəldi bir nəfər Peyğəmbər salavatullah xütbə oxuyur. Üzr istəyirəm, Həzrət Əli əleyhissalam xütbə oxuyur. Bir cavan oğlan qalxdı, dedi: "Ey möminlərin əmiri, bu cihad deyirsən, cihadın savabı nədir? Cihad eləyənlərə Allah hansı savab və əcr və mükafatı bəxş eləyir?" Həzrəti Peyğəmbər salavatullah buyurdu, bir müharibələrin biri idi. Zat-ı Səlasil. İnşallah qismət olar, o müharibə barədə də bir dəfə geniş danışarıq ki, Həzrəti Əli ibn Əbi Talibin xüsusi iştirakı ilə o müharibədə müsəlmanlar qələbə çaldı. Buyurur, o müharibədən qayıdırıq biz. Peyğəmbərin miniyindəyəm, Peyğəmbərin arxasında gəlirəm. Və bir nəfər gəldi, Peyğəmbərdən soruşdu. Sənin məndən soruşduğun sualı. Və Peyğəmbər salavatullah buyurdu ki, müharibə meydanına gedənlər, döyüşənlər hələ şəhid olana qədər, yəni bu təkcə şəhidlərə yox, şəhidliyə qədər nə qədər əcr mükafatı var, Həzrət o barədə buyurdu. Buyurdu ki, elə ki insanlar düşmənlə döyüşə gedirlər, hələ hazırlaşırlar. Daha doğrusu qərar verirlər ki, mən müharibəyə gedəcəm. Sadəcə müharibəyə gedəcəm, bu qərarı verirlər, qəbul edirlər. Buyurur ki, Allah cəhənnəm odundan onları azad eləyər. Müharibəyə getməyi qərar alır bu adam. Döyüşə getməyi qərar alır. Elə ki, əlinə silah götürür, meydana tərəf üst tutur, hazırlaşır, mələklər onların varlığı ilə fəxr eləyir. Mələklər sevinir, fəxr eləyir. Deyir, İlahi şükür sənə, bizə o vaxt deyəndə ki, Adəmə səcdə elə, biz Adəm övladına, insana, bəşərə, Adəmə səcdə elədik, fəxr eləyirlər bununla ki, bu cür insanlar var, bu cür dəyərli şəxsiyyətlər var. Bu insan səcdiyə layiqdir, təzimə layiqdir. Buyurur, elə ki, ailəsi ilə, övladları ilə, yaxınları ilə vidalaşır, döyüşə, hələ evindədir, heç yerə getməyib. Vidalaşır, sağollaşır, nə qədər günahı var, hamısı tökülür. Tamamilə günahsız bir halda evdən çıxacaq bu insan. İndi bundan sonra döyüşə gedəcək, evindən çıxıb gedir. Bu zaman nə yaxşı iş görsə, Allah ən azı 2 dəfə artırır onu. Ən azı 2 dəfə artırır. Nə bir iş görsə 2 dəfə artırır, 2 dəfə çoxaldır. Və hər bir gün nə qədər, neçə gün o yol davam eləyəcək, gedəcək, döyüşə, müharibəyə gedəcək. Hər bir gün üçün Allah təbarək və teala 1000 ibadət eləyənin ibadətinin savabını yazar o insana. Hər bir gün üçün, hər bir gün üçün. Elə ki, düşmənlə üzbəüz gəldi, qarşılaşır düşmənlə üzbəüzdür. Buyurulur ki, bütün dünyada nə qədər insanlar var, hamı yığıla onun savabını dərk eləyə bilməz. Dərk eləyə bilməz, yəni nə? Yəni yaza bilməz. Nə qədər savab əldə edir, nə qədər fəzilət əldə edir. Elə ki, gəldi, meydana qədəm qoydu, nizələrlə, qılıncla, ya düşmənlə əlbəyaxa döyüşdü, vuruşdu. O zaman mələklər qol qanad açıb onun ətrafında fırlanarlar və Allahdan istəyərlər. Deyərlər, İlahi, bu insan döyüşdə sabit qədəm olsun. Yəni, döyüşün axırına kimi bu sənin uğrunda fədakarlıqla canından keçsin. Və bu zaman Allah tərəfindən bir nida eləyən gələr. Çağırar, səs salar, səda eləyər. Deyər ki, Əl-cənnətü təhtə zilalis suyuf. Cənnət bu insanların, bu müharibədə iştirak eləyən döyüşçülərin qılıncları altındadır.